Mr. Dünya və Avropa çempionu, Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova. Əziz iştirakçılar, qonaqlar, valideynlər, məşqçilər, qadın və tarixi gəncində mənim öz doğma vətənimdən olmuşam və onunla çox fəxr edirəm. Gözəl təşkilatçılığa görə ilk növbədə Gəncə İcra Hakimiyyətinin, hakimiyyətinə, sponsorlara, eyni zamanda Gəncə Şahmat Məktəbinə mənim başda olmaqla bilirəm ki, o şahmatın canlandırılmasında burada çox fəal işlər aparır. Həm də öz minnətdarlığımı bildirirəm. Və Gəncə şahmat oğlunu bildiyiniz kimi Azərbaycan Çestur'un 7. yarışıdır. Bundan sonra isə Şirvan Open'da yapılaşılacaq. Azərbaycan Çestur və demək istəyərdim ki, Gəncə Open'dakı yığılan şahmatçılar, buradakı oyuncuların səviyyəsi demək olar ki, ən güclü turnirlərdən biridir. Və bu fürsətdən istifadə edərək sizi Zəfər günündə və Bayraq günü münasibətilə təbrik edirəm və sabah bizim Pasifikçə günümüzdür. Hər birinizi təbrik edirəm və uğurlar arzu edirəm. Gəncə Open isə arzular. And I would like to say a couple of words to our former players. Welcome to Ganja, welcome to this lovely city where I was born, and I'm very proud of that. I hope you enjoy your games, you enjoy Ganja, and good luck to everyone. Növbəti çıxış üçün söz verilir yarışmamıza təşkilatı dəstək verənlərdən biri Əli Həsənov cənablarına.